Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa nə edirsiniz, çalışırsınız. Mənim əzizlərim, o qədər suallar verirsiniz. Bu günləri bir-iki sualınıza qısaca cavab vermək istəyirəm. Soruşursunuz ki, panik atak vaxtı insan panik ataktan sonra niye esneme verir, yuxu gəlir? O zaman da bilirsiniz ki, panik atak qurtarıb. İnsanda adenozin deyilən bir maddə var. O nədir? Gün ərzində o yığılır və axşam, gecə enerji də sərf olunur. Akşam enerji tükənir və həmən o adenozin, yığılan adenozinlər yorğunluğu gətirir və insan yatır. Amma panik atak vaxtı adrenalin o dərəcədə yüksək olur ki, adenozini blokadaya salır. O artıq yığılır, parçalanmır. Anlatabildim mi? Yığılır, qalır, parçalanmır. Panik ataktan sonra o birdən-birə başlayır dəhşətli dərəcədə parçalanmağa və bütün əzələlər boşalır, yorğunluq gəlir, enerji tamam. Çünki panik atak vaxtı insan adi vaxtı, məsəl üçün 50%, 30%, 50% enerji işlədirsə, panik vaxtı 100%-ə çatır. Anlatabildim mi? Dəhşətli dərəcədə artıq enerji tükənir. Oradan da adenozin parçalanır birdən-birə panikdən sonra və insan çökür, artıq başlayırsan əsnəməyə, yuxu gəlir. Anlatabildim mi? Yatırsınız. Əzələlər boşalır, hamısı da normal vəziyyətdə düşür. Yatırsınız, o zaman bilirsiniz ki, panik atak artıq məndən getdi. Çox onu bilirsiniz artıq. Bir də deyirsiniz ki, nəyə görə immünli nevrozlar pis şeyləri fikirləşir. Beyinə bir dənə də yaxşı şey gəlmir. Nəyə görə belədir? Çünki nevrozlarda ön beyin var, ön beyin. O nevrozlarda əsas da panik atak vaxtı o işləməməyə başlayır. Anlatabildim mi? Amigdala onu götürür əlinə, başlayır amigdala işləməyə. Amigdala. Amigdala da beynin bir hissəsidir. O nə işə baxır? Onun 3 əsas prinsipi var. O təhlükəni qoruyur, yəni təhlükə siqnalını verir. Bir, səni qorumağa çalışır. Qorumaq üçün onun işi ancaq negativi söndürməkdir. Yəni o yaxşı şeylərlə arası yoxdur. Yaxşı düşüncələrlə beyin ümumiyyətlə onun yaxşı şeylərin marağında deyil. Ancaq pis şeyləri, nəyə görə o səni qorumaq istəyir. Və bir də ki, amigdala sənə o siqnalı verir ki, birdən məndə bu şey olar. Və bu birdən sözü var ha. Bu amigdalanın işidir. Anlatabildim mi? Ona görə də siz birdən və s. gedirsiniz. Birdən və s. düşünürsünüz. Ancaq negativləri düşünürsünüz. Anlatabildim mi? Beyin negativləri həmişə ön plana çəkir. Yaxşı şeyləri arxa planda. Çünki beyin necə işləyir? Beyin işləyir problemlərini həll eləmək üçün. Yəni öz rahatlığı üçün çalışır. Səni qorumaq üçün çalışır. Ən əsasda beyin özünü qorumağa çalışır və problemləri atır sənə ki, sən bunların həllini tapasan. Anlatabildim mi? Onun yaxşı şeylə işi yoxdur. Yaxşını izlədir altda. Mexanizm belədir. Bunu Allah belə yaradır. Ona görə də insan ancaq nevrozlarda bu ön beyin kürəsi ki işləmir, amigdal işləyir. O da başlayır öz prinsipini yerinə yetirməyə
Siz də elə deyirsiniz ki, bu nə oldu? Mən bir dənə o vaxtı yaxşı şey beynimə gəlmir. Heç gəlməyəcəkdi, anlatabildim mi? Ona görə də onun texnikası var. Mən sizə həmişə demişəm. Yaxşı nəsə bayram ya toy belə xoş təsir bağışlayan bir şey olanda həmən günü qeyd edin. Tarixi də yazın da. Həmən hadisəni də yazın. Hamısını yazın. Necə sevindiniz, necə filan hamısını yazın. Panik vaxtı həmən o dəftəri açıb bir-bir başlayırsınız oxumağa. Tamam mı? Çünki beyin onu istəsəz də yadınıza düşməyəcək, beyin onu gizlədir. Çünki o ona lazımdır. Ona bu dəqiqə lazımdır səni qorumaq, sənin o negativləri həll eləmək. Anlatabildim mi? Sadəcə o başa düşmür ki, bu negativ keçmişindir, indikinindir, yoxsa gələcəyindir. O prost atır bunu sənə ki, bunu düşünmüşsün, bu problemdə yatızdırmısan, bunu həll elə. Və elə bilir ki, sən ondan qorxursan, o problemdən qorxursan, beləsən, təşviş siqnalını göndərmirsən. O da ona atır, deyir ki, qardaş, bəlkə bundandır, bunu həll elə. Bəlkə bundandır, həll elə. Bir-bir başlayır atmağa. Anlatabildim mi? Sən nə edirsən? Sən başlayırsan o problemi də, bu problemi də, eyni zamanda bütün problemlər yadıva düşür. Və bezirsən. Deyirsən, mən lütfə ölüm, ki, bu nədir, mən bunun altından çıxa bilmərəm. Bu video problemlər, nə bilim, nələr yüklənir də, anlatabildim mi? Hamısını eyni zamanda atır. Başa düşdünüz? Amma o problemlər sizin beyninizdə onu şişirdirsiniz, özünüz şişirdirsiniz, qloballaşdırırsınız. Əslində ayılandan sonra, yəni özünüzə gələndən sonra siz onlara bir dənə fikir verin, hamısı boş-boş şeylərdir. Hamısı boş-boş şeylər. Hansı ki, heç vaxt siz o barədə düşünməmsiniz, iminli sizin nevroz təşviş həyəcan tutan vaxtı o fikirləri başlamısınız eləməyə. Anlatabildim mi? Yəni, bunu beyin özü belə eləyir. Tak işte orada çətin məsələlər yoxdur, mexanizm belədir. Elə də olmalıdır. Anlatabildim mi? Və deyirsiniz ki, mən oturan yerdə birdən-birə məni tutdu bu şey, nə bilim, birdən-birə ürəyimi sancdı və yaxud ürəyim döyündü, nə bilim, nə oldu filan oldu. Bu birdən-birə olmur, mənim əzizlərim. Bu birdən-birə olmur. Yenə dediyim kimi, siz yaxşı vaxtı, sağlam vaxtı, paniksiz, təşviş həyəcansız vaxtı başlayırsınız məişət problemlərini düşünməyə, başlayırsınız, nə bilim, cürbəcür problemləri başlayırsınız çözmək istəyirsiniz. Sizin də beyniniz çox həssasdır. Yəni, mərkəz sinir sistemi sizdə pozuqdur da, yəni, sistem özü pozuqdur. Ona görə də siz onu yüklüyorsunuz. Günlərin bir günü də fərq eləmir. Siz yatan yerdə və yaxud kinoya baxan yerdə və yaxud deyib gülən yerdə, toyda mı, harda mı o partlayış baş verir. Tamam mı? Amma sizə elə gəlir ki, siz heç nədən oturmuşdunuz, sizi bu tutdu. Nevroz heç vaxtı, heç nədən tutmur adam, heç vaxt. Anlatabildim mi? Problem olmasa, o sizi narahat eləyən deyil. Sizin o düzgün interpretasiya eləmədiyinizə görədir bu. Beyinə siz hər bir şeyi təhlükə kimi göndərirsiniz. Ay aman, uşağın axırı nə olacaq, mən bu uşağı ərə necə verəcəm, necə evləndirəcəm, necə oxutduracam, necə filan yoldaşımın necə olacaq, iş yoxdur, filan yoxdur, bank var, nə. Bunlar hamısı təhlükə siqnalıdır. Anlatabildim mi? Nevrozda ona meyillidir, negativlərə meyillidir. Xoş şey heç vaxt fikirləşmir. Ki, mən belə eləyərəm, toy, arzular olsun, filan olsun. Redk hallarda nevrozlar elə şeyləri fikirləşirlər. Əksər vaxtı ancaq negativ. Ancaq negativ. Anlatabildim mi? Ona görə də sinir sistemi dözmür, partlayış verir. O adrenalindir, birdən-birə atır, yüksək dərəcədə atır və bütün orqanlar başlayıb çox işləməyə. Çünki qan təzyiqini çatdırmalıdır bütün orqanlara, qanı çatdırmalıdır deyə ürək başlayıb tez-tez döyməyə və bütün orqanlar mobilizasiya yaranır, səfərbəylik gətirib o hala çıxardır. Siz ondan nə edirsiniz? Qorxursunuz,
Qorxursunuz, ona görə də o biraz da qorxunun simptomu olaraq biraz da gücləşir, biraz da adrenalin atır, adrenalin üstünə adrenalin, adrenalin üstünə adrenalin o gətirir. Tonus halına alır, bütün əzələlər sıxılmalıdır, qan damarları hansı sıxılmalıdır ki, elə olmalıdır. Çünki beyin başa düşmür sən hansı təhlükədəsən, sən döyüşdəsən, səni vurublar bıçaqla, avtomatla vurublar, it qapıb, bunu o başa düşmür. O sadəcə təhlükədir deyə bilir. Anlatabildimmi? O zaman damarları zadı sıxır ki, yəni qan az itirəsiz. Əgər döyüşdəsinizsə, sizi yaralayıblarsa, qan az itirəsiz deyə o sıxır. Mexanizm belə olmalıdır. Əzələlər də ki, tarıma çəkilir ki, sizə lazımdır. Ya döyüşməyə, ya qaçmağa, ya axırda nəsə eləməyə. Çünki boş əzələ ilə sən heç nə eləyə bilmərsən. Bunlar lazımdır. Anlatabildimmi? Ona görə də beyin onu yəni yaradır. Və siz ondan qorxursunuz, elə bilirsiniz ki, infarktsız, insultsuz, filansız, beynim sıxılır, nə bilim, deyəsən insultam, atırsınız təzyiqin boyuna, təzyiq burada heç priçom deyil. Təzyiq sizi təzyiq eləmir, siz səhv başa düşürsünüz. Deyirsiniz ki, gördüm, pis oldum, dərhal bildim ki, mənim təzyiqim qalxıb. Bu yanlışdır. O təzyiq qalxıb, siz elə olmursunuz, siz panik olub təzyiqi qaldırırsınız. Təzyiqi qaldıran sizsiniz. Anlatabildim mi? Təzyiq burada vahşi priçomdur. Atırsınız təzyiqin boyuna. Sizə öyle rahatlaşmaq lazımdır. Yüce gecdi. Gecə çəkirəm mən videonu, vaxtım olmur. Siz də onu başa düşmürsünüz. Ağrılar da niyə olur? Əzələ sıxılır. Bir yerin, elə bir dənə bir yerinizi tutun, bək-bək sıxın, saxlayın, o yeri ağrıyacaq, ağramayacaq. O da elədir də, sıxılır, həmən sonra o yer başlayır ağramağa. Siz də onu nəyəsə bənzədirsiniz, infarkta bənzədirsiniz, nə bilim, cürbəcür xəstəliklədir. Mən sizə qulaq asıram, siz elə diaqnozlar qoyursunuz öz-özünüzə. İlah pərverdigara, bu dəhşət deyil. Elə diaqnozlar düşünürsünüz siz, bilmirəm bunu Google-dan tapırsınız, bilmirəm bunu hardan oxuyursunuz, siz hardan bunları düşünüb deyirsiniz, mənim başım çıxmır. Gah deyirsiniz beynimə qan çatmır, gah deyirsiniz oksigen çatmır, gah öz-özünüzdən elə şeylər, icadlar edirsiniz ki, fantaziyalar. Əslində elə deyil, anlatabildim mi? Yəni rahat buraxın, bədəninizi rahat buraxın. Sizə ancaq o zaman ya bir dənə qəşəng jımzad eləməlisiniz, fiziki naqruska verirsiniz ki, əzələlərdən adrenalin boşalsın, geçsin. Ya da ki, sakitcə uzanmalısınız, nə olur olsun, nə cür sıxıntı olursa olsun, qorxmayaraq, uzanıb gözlərinizi yumub dincəlirsiniz. Anlatabildim mi? Görəcəksiniz ki, o yavaş-yavaş sizi buraxmağa başlayır. O çox uzadmır. Onu uzadan sizsiz. Qorxursuz deyə. Məsələn, əzələlər tarıma çəkilir 100%, mütləq 100%-ə çatanda boşalmalıdır. O şübhə dəyir, boşalır. Mütləq elədir, mexanizm belədir. Amma siz qorxudub onu 200%-ə qaldırırsınız. Anlatabildim mi? Ağrılar biraz da şiddətlənir və uzun qorxduğunuza görə, çox pis fikirləşdiyinizə görə bunu uzadırsınız vaxtını. Bəzən bir gün, 2 gün sizi o bıraxmır. Anlatabildim mi? Gedir, gəlir, gedir, bezdirir sizi. Onu özünüz eləyirsiniz. Panik atak özü adrenalin uzaq başı 10 dəqiqədən artıq qalmır. Çıxır gedir. Siz onu uzadırsınız günlərlə, saatlarla. Deyirsiniz, həmişə tez buraxırdı, bu səfər nəsə məni gec buraxdı. O buraxmaqla deyil əzizim. O çünki hər dəfə nəyə görə bir cür gəlir? Çünki hər dəfə siz bir cür düşünürsünüz. Başa düşürsünüz. Bir dəfə infarkt düşünürsünüz. Bir dəfə insult fikirləşirsiniz. Bir gün rak fikirləşirsiniz. Başı nevrozlarda, ipaxonlarda çoxdur. Oturursunuz. Heç nə yoxdur, heç yeriniz ağrımır. Hər şey əladır filandır. Birdən bir dənə şey formalaşdı beyninizdə. Düşüncə ki, bəlkə məndə hansısa xəstəlik var, heç mənim xəbərim yoxdur. Hələ bürüzə verməyib, birazdan indi bir aya mı, bir həftəyə mi, 10 günə mi, bəlkə damar tıxılır orada.
Bəlkə nə bilim nə olur, cürbəcür bəlkə rak hüceyrələri oyanıb orada. Mənim xəbərim yoxdur bu. Axır bir gün çıxacaq üzə. Vəsə, düşdünüz zibilə. Başa düşdünüz? Var da sizdə elə şeylər. Düzdür? Oturursunuz boş-boş. Sizin işiniz, gücünüz ancaq xəstəliklərdir. Ancaq xəstə özünüzü qorumağa çalışırsınız. Nə özünüzü qoruyacaqsınız? Sizə lap desələr ki, tutalım getdiniz qabaqcadan ya nə bilim haçansa. Sizə dedilər xərçəng. Nə edəcəksən də? Nə edəcəksən? Xərçəngin müalicəsi var. Boş-boş şeylərdir. O deyir, 10 il yaşadı filan kəs, neçə il yaşadı. O bəxtəbəxt, o müalicə, o pul. Anlatabildim mi? Onlar tonla evlərini satıb qoyurlar. Nə bilim, indi pul varsa qoyur, o bir balaca uzadır. Ömrünü uzada bilir. O xəstəliyi sağaldır. O hüceyrə bir dəfə dicəldi, vəsə. Onu nə qədər də quşit eləsən, yəni itirsən, o yandan pırtlayıb çıxacaq, bu yandan pırtlayıb çıxacaq. Axır çıxacaq da, yəni. Özdə ikinci dəfə gələndə metastazla gəlir, güclü gəlir. Anlatabildim mi? Ona görə tutalım getdim, mənə dedilər ki, raksan. Mən əlimdən nə gəl, neynəyəcəm mən? Neynəməliyəm ki? Allahın işidir də. Mən atam üçün nələr elədim, saxlaya bilmədim. Xariclərdən olsun, hansı dərmanlar dedilər, yətizdirdim, xeyri olmadı. Yəni, mümkün deyil də, bu xəstəlik boş şeydir. Yəni, və yaxud siz indidən infarktı fikirləşirsiniz. İnfarkt olanda bəyəm adama deyirlər, infarkt bəyəm adama qabaqcadan deyir ki, bax, mən səni vuracam ha, bir həftədən sonra. Belə olur bəyəm. İnfarkt bir göz qırpınında olur. İnsult da elə. Nəyə qoruyursunuz da özünüzü? Bütün günü işiniz, gücünüz belə ölçmək, təzyiqi ölçmək, nə bilim, görüm hələ ürəyim neçə dəfə döyündü filan. Bütün günü belə işlə məşğulsunuz. Bu da lazımsızdır, sizə lazım deyil. Anlatabildim mi? Yaşayın da özünüz üçün. Biz bunu bilmirik axı. Biz bilsəydik başqa şeydir. Biz bilmirik bizə Allah neçə il ömür verib. Mən özümü qoruyayım. Səhər bəlkə yatdım, qaz söndü, ya nə bilim nə oldu, boğuldum, öldüm, nə bilim hamamda dəm qazından boğuldum, tok vurdu məni, maşın vurdu məni. Hadisədə yazılıbsa öləcəksən. O həmişə şeyin nümunə gətirəmək, o bizdə bir veteran var idi, döyüşçü. 20-ci ildə vuruşub, bütün bölgələrimizdə vuruşub, yəni orderləri, zadı filan, təşəkkürnaməsi, tərifnaməsi. Axırda gəlib, Kəlbəcərdə dincələndə isti suda, deyib çimiyim, isti su var orada. Çiməndə boğulmuşdu suda. O bu da döyüşlərdə ölmə, gəl, isti suda boğulur. Bunu həmişə mən nümunə gətirirəm. Sonra 20-ci ildə bizdə burada biri var idi, qonşumuzda. O bir də döyüşlərdə olub. Minaya da düşmüşdü. 8 nəfər ölüb maşınında. Özü sağ qalmışdı. Sən şeyə bax ha. Nəysə də bu o qədər problemlər orada yaşayıb ölməyib, gəldi burada onu maşın vurdu. Allah hamd olsun. Maşın vurdu, öldürdü. Yəni bu taleydi də, yəni qisməti Qarabağ vaxtı deyirdi, o günə yazılmamışdı. Qarabağ qutardı, döyüş qutardı, gəldi bu vaxtı, həmən vaxtı. Siz nə axtarsınız, nəyin peşindəsiniz də? Çox maraqlıdır. Bıraxın da, özünüzü bıraxın da, qardaşım. Nə olar da, bıraxın. Ümumiyyətlə, psixologiyada belə bir şey var da. Ümumiyyətlə, insan hər bir saniyəsi üçün yaşamalıdır. Bu saniyədə indi ben oturmuşam, sizinlə danışıram. Mən bununla naslajdatsa olmalıyam, bunun keyfini çəkməliyəm. Çünki bir saniyədən sonra mən bilmirəm nə olacaq. Tamam mı? Ona görə siz amma nə bilim hansı qabaqcadan fikirləşirsiniz. Haçansa məni infarkt vura bilər.
Haçansa çox şey ola bilər. Siz prosta qlobal xəstəliyi bilirsiniz. Rakdır, insultdur, infarkt, nevrozlar. Mən sizə elə bir xəstəliklər adlarını çəkərəm ki, rak onun yanında elə belə xəstəlikdir yəni. Rakda yenə bir müddət yaşaya bilirsən. Bu aman vermir adama yaşamağa. Müalicəsi də yoxdur ümumiyyətlə. Anlatabildim mi? Vay, o qədər elə xəstəliklər var. Siz prosta onları bilmirsiniz. Siz ancaq bu üzdə olan şeylərdən qorxursunuz. Bu infarkt, özə ancaq bu infarkt insultları güdürsünüz. Qonşum insultdan öldü, filankəs infarktdan. Ancaq bunlar da siz üçün maraqlı. Filankəs rakdan öldü. Özə nevrozlarda belə bir xüsusiyyət var. Adam var, dəhşətli dərəcədə infarktdan qorxur. Rak heç vecinə də deyil. İnsult da vecinə deyil. Adam var, insultdan dəhşətli dərəcədən qorxur, infarktdan qorxmur. Anlatabildim mi? Xərçəngdən qorxmur. Əslinə qalanda üçü də ağır xəstəlikdir də. Görürsən? Deməli, nədir? Bu beyindir də, bunu belə eləyən. Oturmuşsunuz sizlər gecə gündüz, nə bilim, buram sancdı, oram belə oldu, nə bilim, 10 dəfə öskürdüm, 5 dəfə səbir gətirdim. Bunlar nəyə lazımdır? Çox qəribədir, çox. Eyni şikayətləri. İnsan var 2 ildir mənə eyni şikayətləri eləyir, hə? Deyirəm, qardaş, sən bir dəfə, 2 dəfə, 3 dəfə bu simptomu yaşadın, fiso da, sən bilirsən də bu nevrozdur. 2 il eyni simptomu yaşayırsan, sən hələ bilmirsən bu nevrozdur. Hər dəfə də məndən deyir, bu nədən ola bilər? Yorulmuşam deməkdən ki, bu filan şeydəndir. Anlatabildim mi? Google yığışdırın belə şeyləri. Sağlam qalmaq istəyirsinizsə, tez sağalmaq istəyirsinizsə, Google'dir, çatdı, patdı, zırtdı, pırtdı. Bunların hamısını bağlayırsınız. İnternet hesabı bağlandı. İnternetə baxın, yaxşı kinolara baxın. Yaxşı məsələn, nə bilim, kino, komediya şeyləri var. Belə də yaxşı şeylərə baxın da. Sizin nəyinizə lazım xəbərlər, kim kimi öldürdü, kim kimi kəsdi. Bu artıq informasiyalardır. Yığırsınız, sizə də olmaz. Anlatabildim mi? Tak что belə. Nə suallarınız varsa yazın. Mən böyük məmnuniyyətlə cavab verməyə hazıram. Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun. Öpürəm. Sağ olun.